Daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salamlayım hər birinizi. Təbrik edirəm futbolçularımı. İlk öncə KX-yə ancaq təşəkkür düşür. Belə oyunla, belə intizamlı oyunla, belə bərk müdafiə ilə, hansı ki, çox təhlükəli əks hücumlarla. Mən belə baxmayaraq ki, 10 nəfər qaldılar, elə 90 dəqiqə 10 nəfər oynadılar, amma komanda əzmkarlıq göstərdi, komanda oyun intizamı göstərdi və mənim belə komandalar görəndə, ümumiyyətlə belə iş görəndə əlbəttə ki, bizim daha da qarşı takımlar daha da ciddi oluruq. Uğurlar arzulayıram KX-yə və komandasına. Özümüzə gəldikdə vacib qalibiyyət idi. Biraz bəlkə oyunumuz bir o qədər düşündüyümüzdən fərqli alındı. Amma hər bir halda qarşımızda yaxşı bərk müdafiə olunan bir komanda var idi. İstədiyimiz, düzdür, bir neçə elə qol da düşünülmüş hücumdan sonra vurduq və ümumiyyətcə belə bəzi elementlər vardı, hansı ki, onu mən meydanda gördüm. Amma hər bir halda bu az idi, bunu daha çox eləmək lazım idi. Biraz belə bəlkə şərait, bəlkə bir ilk saniyələrdən 10 nəfər, bəlkə biraz belə arxayınçılıq oldu. Buna baxmayaraq qalibiyyət üçün xeyli güc itirdilər, güc sərf elədilər. Təbrik edirəm futbolçularımı. Əlbəttə ki, azarkeşlərimiz sona qədər bizlə oldular. Təşəkkür edirəm hər birinə. Buyurun. Buyur Kənan. Kırmızı vermək epizodu onda özünüzdə desəydiniz ki, kırmızı verməsə daha yaxşı olar. Çünki 11-11 komandanı daha yaxşı sınaqdan keçirmək olardı. Ümumiyyətlə, belə bir fikir gəldi ağlıma. Ona görə yox ki, elə daha çox sınaqdan keçirmək olar. Çünki bilmək olmaz idi 11-11 oynasaydı oyun nəticəsi nə olardı. Sadəcə rəqibizə düşünmək lazımdır. Sanki o da minimum bir həftə yəqin hazırlaşıb bizdən oyuna və birdən-birə belə düşünülməmiş bir qırmızı kart digər məşqçinin də oyun planını pozur. Bəlkə elə bizim də oyun planımızı biraz pozdu. Biz də biraz fərqli yanaşmışdıq. Əvvəl düşündüm ki, verməsin sanki. Sonra epizoda baxanda dedim, ola bilər ki, verəcək, yəqin ki, verəcək böyük ehtimal. Amma məncə bəzən belə hallar hər iki komandaya gələcəkdə fayda verir. Çünki bir daha mənə elə gəlir ki, bu komandanın xarakteri daha da gücləndi. Baxıram kənardan futbolçulara ki, bir-birinə dəstək olurlar, bir-birinə ki, məğlub olmaq istəmirlər. Və eləcə də bizə ki, elə ilk saniyələrdən baxmayaraq 90 dəqiqə azlıqda oynadılar, amma hücumlarımızın sayı az oldu. Yəni düşünülmüş, istədiyimiz, hazırlaşdığımız hücumların sayı az oldu. Deməli, bizə də qarşıdakı oyunlarda daha diqqətli olmaq və daha da məsləhətli olmaq mütləq vacib olacaq. Buyurun. Mən indi gəldi ki, sizin oyuncularınız biraz ehtiyatlı olurlar, zədə almamaq üçün. Çünki hava şəraitləri əlverişli deyildi. Kopenhagen oyun öncəsində zədə almamaq üçün biraz elə bir ehtiyatlı olma üstünlük verdilər. Sizdə əvvəlcədən belə bir strategiya var idi, yoxsa mənə elə gəldi? Yox, qətiyyən belə bir fikir yox idi. Nə məndə, nə futbolçularda. Biz hər oyuna maksimum nəticə üçün meydana çıxırıq və onu da sona kimi mübarizə aparmasaq, nəyisə düşünsək ki, qarşıdakı oyuna sağlam olaq və yaxud nəsə, biraz bizim oyunumuz da alınmaz heç. Ümumiyyətlə, qətiyyən belə bir fikir yox idi. Bir də onlar göstərə bilim. Bu oyunu elə bir Kopenhagen oyun öncəsi bir məşq kimi hesab eləmək olar. Siz kənardan baxanda necə görürsünüz komandanın hazırlıq, hazır vəziyyətdə olduğunu qənaətli var mı sizdə? Yox, yəni bizim üçün ciddi oyundur. Hər oyun bizim çempionatda çox vacibdir və bu üç xallı oyunlardır. Yəni biz Kopenhagendən oyunu düşünərək deyə belə bir düşüncəmiz yox idi. Sadəcə ola bilər ki, heyət daha çox ona qarşı həmin oyuna görə formalaşdırılır və o da 1-2 maksimum ola bilər dəyişiklik olsun, amma bunlar tam fərqli oyunlardır. Kopenhagen fərqli, yəni bu çempionatın tam fərqlidir. Yəni ona görə bizim üçün hər oyun vacibdir və hər oyunda çalışırıq ki, çünki rəqiblər fərqlidir. Burada biz fərqli hücumlar eləyirik. Məsələn, ora başqa cür bəzi fikirlər olacaq. Çünki
rəqib bunlar 5-li müdafiə oynayırdı. Rəqib daha çox 4-lü müdafiə oynayır, amma sadəcə bəzən onlarda da olub 5-li müdafiə. Hətta bundan əvvəl bir neçə gün əvvəl dünənki oyunlarında düzdür heyətlərində rotasiya eləmişdilər, amma onlar da 5-li müdafiə oynayırdılar. Səhv etmirəmsə biraz bizdə Bakıda fərqli oyun ola bilər. Sadəcə biraz futbolçuların idman formasında biraz disbalans var idi ayrı-ayrılıqda. Çünki səfərdəki oyundan sonra, Benfica'dakı oyundan sonra Araz Naxçıvanla oyunda orada da rotasiyalar etmişdi. Kimi oynamış 90 dəqiqə, kimi 60 dəqiqə biraz disbalans vardı. Amma inşallah Benfica ilə oyuna oyuncuların hazırlıq səviyyəsi daha yaxşı olmalıdır düşündüyümüzə görə. Buyur Sayın. Derken rəqib komanda futbolçusu haqqında sual vermək doğru deyil, amma sizin Şahin Şahiniyarov haqqında fikirləriniz var mıdır? Çox gənc olmasına baxmayaraq Qəbələdə əsas heyət oyunçusudur və çox vacib mövqeyi, məsuliyyətli mövqeyi oynayır. Bəlkə sizin nəzarətli saxlayırsınız, onu diqqətli saxlayırsınız və gələcəkdə öz komandanızı cəlb etmək haqqında düşüncəniz varmı? Ancaq sevinirəm belə oyunculara, hansı ki və əsas heyətdə də oynamağına və bugün Qarabağa qarşı, Neftçiyə qarşı, Zirəyə qarşı, digər komandalara qarşı, Sabaha qarşı əgər oynayırsa və 90 dəqiqə meydanda olursa, qeyd etdiyim kimi çox məsuliyyətli pozisiyada oynayırsa və məşqçi güvənirsə ona, özdə Qaha kimi məşqçi güvənirsə, bu deməli onun potensialından xəbər verir və ümumiyyətcə belə oyuncular hər biri bizim diqqətimizdədir, biz onları daima izləyirik və həm sol, həm sağ müdafiəçiləri də belə müdafiədə çox bərk idilər, yəni çox bəyəndim, hansı ki baxmayaraq qarşısında Leo var idi, Zubir var idi və yaxud Addayi var idi və yaxud Kaşuk var idi, amma yəni çox asanlıqla məğlub olmadılar onlara, yəni birə-bir mübarizələrdə. Belə ümumən bu da ümumiyyətcə komandanın xarakterində, ümumiyyətcə müdafiədə yenə deyirəm, birə-bir mübarizələrdə çox aktiv oynayırdılar. Buyur Kənan. Nəriman Axundzadən soruşdum. Çox qısa müddət oynadı. Təbii ki, ondan qələbən olmaz, amma Kopenhagen ilə Moskva heç olmasa bir 15 dəqiqə oynamaq potensialı var mı? Var. Buyur Anar. Vallahi Qarabağ Kopenhagen'i nə dərəcədə təhlil edə bilir? Tam etməmişik, amma hələ bu oyundan sonra daha yaxından, daha çox analiz etməyə başlayacağıq. Ümumi məlumatımız var, amma ayrı-ayrı detallara qarşıdakı günlərdə baxacağıq. Buyurun. Ben Nasır'ı tercih eden Kopenhagen oyunu arzulayan. Sağ olun. Yardım ediniz, yola saldırdığınız Şeyda'yla nesi fayda? Yani zamandan gelen Şeyda'yla nesi fayda? Yani meşlerde görürsünüz. Yəni hazırlığı da yəni. Yani o dört Şeyda'nın hiç Şeyda'yla. Yox, faiz nisbətini demək bəlkə düzgün olmaz, amma əlbəttə ki, hələ hazır deyil. Bizdəki performansı ilə bugünkü performansın arasında fərq var. Təcrübəli oyuncudur, onun üçün sadəcə fiziki hazırlığında onun yəni ən üstün cəhətlərindən biridir ümumiyyətcə onun fiziki qabaritləri, fiziki hazırlığı, yəni ən tez fiziki hazırlığını bərpa edən futbolçulardan biridir. Sadəcə xeyli müddət oyunlarda iştirak etmədi. Sadəcə oyun təcrübəsi lazım olacaq. Bu da yəni bizə qarşıdakı oyunlarda düşünürəm ki, faydası olacaq. Çünki bəzi rotasiyalar edəcək qarşıdakı oyunlarda və oynadıqca öz keçmiş formasına qayıda biləcək. Amma deməzdim fərq. Məşqə baxsaq, məşqlərdəki performansına baxsaq, elə də çox fərq yoxdur, amma bəli, amma ondan biraz fərq var. Yəni əvvəldən. Son olarak diyeyim ki, biraz evvel transfer olsaydı, Çempionlar Ligi'nin işler arasında sağlandı. Ola bilərdi. Başqa sual? Çox sağ olun. Sağ olun.